Sual 4. Hansı birləşmələrin su ilə reaksiyasından qaz halında maddə alınır? Deməli, düzgün cavabımız olacaq gördüyünüz bu flör, bir də bu. Niyə? Gəlin o reaksiyaları yazaq. Baxın, birinci reaksiyamızı yazırıq. Birinci reaksiyamızda nədir? C3H6, bu gördüyünüz alkendir. Alkenlərin də su ilə reaksiyasından bu şəkildə bir şey alınacaq. C3H7OH. Bu spirtdir. Yəni maye haldadır. Qaz halında deyil. Ona görə bunu götürə bilmədik. İkinci reaksiyamız flördür. Flör üzərinə gəlirəm. H2O. Bu reaksiya su buxarının yanması reaksiyası adlanır. H flör üstəyərəm O2. Gördüyünüz kimi qaz halında maddə, yəni oksigen alınıb. Ona görə bunu götürə biləcəm. Üçüncü reaksiyamız alüminium 4, karbon 3. Bu metanın deməli alınması reaksiyasıdır. Bu reaksiyadan da alınacaq alüminium OH3 dəfə. Üzərinə gəlirəm CH4. Baxın, metan qazı alındı. Yəni qaz alındı maddədir, götürəcəm. Sonuncu reaksiyamız da necədir? Barium oksid. Bu aktiv metalın əsas oksididir. Üstünə gələndə su alınır. Qələvi, yəni barium OH2 dəfə. Qaz alındı maddə alınmadı. Ona görə bunu da götürmədim. Düzgün cavabımız 2-3, yəni Y variantı olacaq. Sual 5. Hansı birləşmənin su reaksiyasına qaz alındı maddə alınmır? Deməli, dəyərli dostlar, bu gördüyünüz turşu oksididir. Turşu oksidi su ilə reaksiya daxilində turşu alınacaq. Yəni qaz halında bir şey alınmayacaq. Ona görə bunu götürəcəm. Sonra barium oksiddir. Bu da əsas oksiddir. Əsas oksid də su ilə reaksiyasında əsas alınacaq. Ona görə də yəni qaz halında maddə alınmayacaq. Bunu da götürəcəm. Deməli, P2O5 ilə suyun reaksiyasında müxtəlif temperaturda müxtəlif məhsullar alınır. Ən əsas məhsul H3PO4 hesab olunur və qaz halında deyil. Barium oksidin də suyun reaksiyasından alınacaq barium OH2 dəfə. Yəni bu maddədə qaz halında deyil, əsasdır, qələvidir. Natrium hidridin suyun reaksiyasından alınacaq natrium OH deyirəm H2, yəni qaz halında maddə alınacaq. Kalsium karbidin suyun reaksiyasından alınacaq kalsium OH2 üstəyərəm CH2. CH2 də qaz halında maddədir deyə onları götürə bilməyəcəm. Düzgün cavabımız 2, 4, yəni C variantı olacaq. Sual 6. Hansı metal su ilə reaksiya daxil olmur? Dəyərli dostlar, su pasiv metallarla reaksiya daxil olmayacaq. Ona görə də gördüyünüz, baxın, bu C variantı civə pasiv metal deyə bu reaksiya gelməyəcək. Sual 7. Hansı maddənin su ilə reaksiyasından turşu alınar? Deməli, Y variantındakı maddə niyə? Reaksiya bu şəkildə edəcək. Flör 2, üzərinə gəlirəm H2O. Buradan alınacaq H flör, üstünə gəlirəm O2. Baxın, bu maddəyə görə. Sual 8. Hansı maddənin su reaksiyasından turşu alınır? Düzgün cavabımız olacaq Y variantı. Səbəb, çünki baxın, xlor 2, üstünə gəlirəm. Əgər soyuq su götürəcəksə, alınacaq H xlor, üstünə gəlirəm H xlor O. Görürsünüz, 2 dənə turşu alındı buradan. İsti su olsaydı H xlor O3 alınacaqdı. Sual 9. Su üçün hansı ifadə doğru deyil? Bütün turşu oksidlərə qarşılıq təsir olur. Bu yanlış fikirdir. Niyə? Çünki baxın, silisium O2 ilə su reaksiya daxil olmur. Ona görə bu ifadə getdi. Adı ilə bu ifadəni götürəcək. Çünki biz yanlış axtarırıq. Sual 10. Su üçün hansı ifadə doğru deyil? Əksər turşu oksidlərlə reaksiya daxil olur. Bu doğru fikirdir. Bunu götürə bilmərik. Baxın, əksər dedi ya. Bütün turşu oksidləri demədi. Ona görə deyirəm. Elektroliz etdikdə hidrogen və oksigen alınır. Bu da doğru fikirdir. Bunu da götürə bilmərik. Adi şəraitdə mayedir. Bu da doğru fikirdir. Götürə bilmərik. Qələv torpaq metallarla yalnız qızdırıcıda reaksiya daxil olur. Bu yalandır. Özü də ağappaqla. Aktiv metallarla, yəni qələv metallar və qələv torpaq metalları ilə adi şəraitdə reaksiya daxil olur. Molekulyar quruluşudur. Bu da doğru fikirdir. Bunu götürə bilmərik. Düzgün cavabımız D variantı. Sual 11. Hansı metallar adi şəraitdə su ilə qarşılıq təsirdə olur? Su ilə qarşılıq təsirdə, adi şəraitdə təsirdə olanlar deməli aktiv metallardır. Yəni litium, natrium, kalium, rubidium, sezium, fransiyum və kalsium, stronsium, barium. Düzgün cavabı D variantı olacaq. Sual 12. Hansı qeyri-metallar adi şəraitdə su ilə qarşılıq təsirdə olur? Deməli, su ilə xlor və flör adi şəraitdə reaksiya daxil olurdu. Sual 13. Hansı maddə ilə suyun keyfiyyət tərkibi eynidir? Dəyərli dostlar, keyfiyyət tərkibi deyəndə maddənin hansı elementlərdən təşkil olunduğu nəzərdə tutulur. Suyun da H2O tərkibinə malik olduğundan tərkibi hidrogen, yəni keyfiyyət tərkibi hidrogen və oksigenlə ibarətdir. Yəni elə bir maddə axtarmalıyıq ki, onun da tərkibi hidrogen və oksigenlə ibarət olsun. Ona görə düzgün cavabımız olacaq hidrogen peroksid. Çünki o H2O2-dir. Baxın, onun da tərkibində hidrogen və oksigen var. Sual 14. Hansı maddənin su ilə reaksiyasından oksigen alınır?
Düzgün cavabımız olacaq B variantı. Niyə? Baxın, flör 2 üstünə gəlirəm H2O. Buradan alınacaq H flör üstünə gəlirəm O2. Bu reaksiya su buxarının yanması reaksiyası deyildi. Sual 15. Hansı maddənin su ilə qarşılıq təsirindən hidrogen alınmır? Düzgün cavabımız olacaq A variantı. Niyə? Baxın, xlor üstünə gəlirəm H2O. Buradan alınacaq H xlor üstünə gəlirəm H xlor O. Hani buradan hidrogen çıxdı? Yoxdur. Deməli, düzgün cavabımız A variantı oldu. Sual 16. Hansı reaksiyadan su alınmır? Değerli dostlar, reaksiyalarımızı bir incələyək. Birinci reaksiyamızdan nə alınacaq? Birinci reaksiyamızdan alınacaq natrium 2 CO3 üstünə gəlirəm H2O. Yəni alınacaqmı? Bəli. İkinci reaksiyamızdan yenə də argentumun durnitat turşusundan reaksiyasından deməli alınacaq nə? NO alınacaq, argentum NO3 alınacaq və su alınacaq. Bu da getdi. Sonra B variantındakı reaksiyadan alınacaq natrium xlor və H2O su alınacaq, getdi. D variantında alınacaq kalsium karbonat, H2O və CO2, yəni yenə də H2O alındı. Amma sonuncu reaksiyamız bu şəkildə edəcək. Natrium 2, sink O2, üzərinə gəlirəm H2AH hidrogen alındı. Su alınmadı. Sual 17. Hansı reaksiyadan su alınmır? Deməli, birinci reaksiyamızdan elə su alınmayacaq. Çünki burada baxın, heç hidrogen yoxdur ki. Suyun alınması üçün hidrogen lazımdır bizə. Buradan da heç hidrogen yoxdur ki, su alınsın. Ona düzgün cavabımız A variantı olacaq. Hansı qazı suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olar? Dəyərli dostlar, o qazları suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olur ki, onlar su ilə reaksiyaya girmirlər və yaxud da suda həll olmurlar. Ona görə düzgün cavabımız olacaq D variantı. Oksigen suda pis həll olur və su ilə reaksiya girmir deyə belə toplamaq olar. Sual 19. Hansı qazı suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olar? Yenə deyirəm, elə bir qaz olmalıdır ki, bu qaz su ilə reaksiya daxil olmasın və yaxud da suda həll olmasın. Ona görə düzgün cavabımız olacaq C variantı. Azot suda pis həll olur və su ilə reaksiya girmir. Sual 20. Hansı qazları suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olmaz? Olmaz deyil. Deməli, bu qaz ya suda qəşəng həll olacaq, ya da su ilə reaksiya edəcək. Ona görə düzgün cavabımız olacaq 2 və 3. H xlor suda əla həll olan maddədir. Yəni sən suyu sıxışdırıb çıxarmaq üsulu ilə bunu toplamaq istəyirsən, o suda həll olacaq. Xlor da su ilə reaksiya daxil olur. H xlor o əmələ gətirir deyə, yəni bunları mümkündür. Düzgün cavabımız D variantı olacaq. Sual 21. Hansı qazları suyu sıxışdırıb çıxarmaq üsulu ilə sınaq şüşəsinə yığmaq olmaz? Düzgün cavabımız olacaq 2 və 4. Niyə? Çünki bunların ikisi də turşu oksidlərdir və turşu oksidlərdə su ilə reaksiya daxil olurlar. Ona görə istəyəcəksən suyu sıxışdırıb çıxarmaq üsulu ilə yığmaq, görəcəksən bu su ilə reaksiya daxil oldu. Sual 22. 8 qram hidrogenin 33,6 litr oksigen reaksiyası zamanı maddələrdən biri reaksiya deməli tam daxil olarsa hansı qazdan və neçə mol artıq qalacaq? Gəlin reaksiyanı yazaq. Reaksiyamız necə olacaq? Hidrogen, üzərinə gəlirəm oksigen, buradan alınacaq su. Və mən nə görürəm dəyərli dostlar? Bura 2 atdım mı? Məsələ əmsallaşdırıldı. Yəni biz görürük ki 4 qram hidrogenlə 22,4 litr oksigen reaksiya daxil olur. Əgər mən oksigendən 1,5 mol götürsəm, yəni bu gördüyünüz miqdardan 1,5 qədər artıq, yəni bunun dediyi qədər artıq, 1,5 qədər artıq götürsəm, onda oksigendən də 1,5 qədər, daha sonra hidrogendən də 1,5 qədər artıq götürəcəm. Yəni baxın, 33,6 litr oksigenlə nə qədər hidrogen reaksiya daxil olacaq? X qədər, X də bərabər olacaq. Deməli, 6 qram. Hə, onda belə çıxır ki, axı bizə 8 qram hidrogen veribdir. Bu 8 qram hidrogenin hamısı reaksiya daxil olmayacaq. Çünki oksigenimiz azdır. Nə edəcək bəs? 6 qramı reaksiya daxil olacaq, o 2 qramsa artıq qalacaq. 2 qram, daha sonra, 2 qram hidrogen. 2 qram hidrogen də nə deməkdir? 1 mol hidrogen deməkdir. 1 mol hidrogen deməli artıq qalmış olacaq. Sual 23. Hansı əsas metalın su ilə qarşılıqlı təsirindən, hansı əsas metalın su ilə qarşılıqlı təsirindən alınır? Dəyərli dostlar, düzgün cavabımız olacaq Y variantı. Çünki aktiv metallar, yəni bunu almaq üçün biz nə etməliyik? Natrium, üzərinə gəlirəm HOH. Buradan alınacaq natrium OH, üzərinə gəlirəm H2. Hə, indi sual oluna bilər ki, ay müəllim, bəs bu birlər niyə bu metoddan alınmır? Çünki bunlar aktiv metallar deyillər. Əgər aktiv metallar deyillərsə, əgər passivdirlərsə, ümumiyyətlə su ilə reaksiya girməyəcəklər. Yəni baxın, kuprin ümumiyyətlə su ilə reaksiya daxil olmayacaq ki, gəlib əsas ala bilək. Digər metallar da orta aktiv metallardılar.
Orta aktiv metallar da su ilə reaksiya daxil olanda nə əmələ gətirirlər? Oksid və hidrogen əmələ gətirirlər. Əsas əmələ gətirə bilmirlər. Sual 24. 45 qram suyun elektrolizindən neçə litr qaz qarışığı alınır? Deməli, gəlin suyu elektroliz elə, H2O parçalansın H2-yə və O2-yə. Bunu əmsallaşdıraq 2-yə 2 atdığımı biz görürük ki, 36 qramlıq bir su elektroliz olunanda 2 mol hidrogen, 1 mol oksigen, yəni 3 mol, yəni 3 vurulsun 22,4 litr qaz qarışığı alınmış oldu. Bəs görəsən 45 qramlıq bir su bu prosesdən neçə litr qaz qarışığı ayıra biləcək? X də X olacaq, bilməyəcək nə qədər, bilmirik daha doğrusu nə qədər olacaq. Dəyərli dostlar, buradan da biz X-i gəlin hesablayaq. X bərabər olacaq 45 vurulsun 3 vurulsun 22,4 bölünsün nəyə? Bölünsün 36-ya. Bunlar neçə geçsin ixtisar? Bunlar geçsin deməli 9-a ixtisar gedə bilərmi? Bəli, yuxarıda qalacaq 5 dəfə, aşağıda qalacaq 4 dəfə. Sonra bundan da bu ixtisar geçsin. Aşağıda qalacaq 1, yuxarıda qalacaq 5, onda 6. Sonra deməli bunu da vuraq, 15-i də vuracaq 5, onda 6. Cavabımız olacaq 84. Sual 25. Hidrogen, oksigen və su ilə reaksiya daxil olan maddəni göstərin. Baxın, mis pasiv metaldır deyə, bu deməli hidrogenlə və eyni zamanda su ilə reaksiya daxil olmayacaq. Alüminium hidrogenlə reaksiya daxil olmayacaq. Xlor oksigenlə reaksiya daxil olmayacaq. Metan hidrogenlə reaksiya daxil olmayacaq. Yerdə qalır bir dənə kalsium. Kalsium bunların üçü ilə də reaksiya daxil olacaq. Reaksiyalar da bu şəkildədir. Kalsium üstünə gəlirəm hidrogen, alınacaq kalsium H2, aktiv metallar deyə hidrogenlə reaksiya girirlər. Oksigen reaksiyasından kalsium üstünə gəlirəm oksigen, alınacaq kalsium oksid. Su ilə reaksiyasından da kalsium üstünə gəlirəm H2O, buradan alınacaq kalsium OH2 dəfə, üstünə gəlirəm H2. Gördüyünüz kimi 3 reaksiya, 3-ü də bal kimi getdi. Sual 26. Hidrogen, oksigen və su ilə reaksiya daxil olan maddə. Kuprum oksid deyirik. Bu oksigenlə reaksiya daxil olmayacaq. Eyni zamanda su ilə reaksiya daxil olmayacaq deyə bu getdi. NH3 hidrogenlə reaksiya daxil olmayacaq deyə bu maddə də getdi. P2O5 oksigenlə reaksiya daxil olmayacaq. Niyə? Çünki fosfor burada baş oksidindədir. Baş oksidlərdə oksigenlə reaksiya daxil olmur. Ona görə bu variantda getdi. Dəm qazında karbon baş oksidindədir. Baş oksidindədirsə oksigenlə reaksiya daxil olmayacaq. Bu variant getdi. Amma karbon bunların hamısına reaksiya daxil olacaq. Karbon üstünə gəlirəm deməli hidrogen alınacaq metan, yəni CH4. Karbon üstünə gəlirəm oksigen alınacaq karbon qazı əgər tamam yanma gedibsə. Karbon üstünə gəlirəm su buxarı, buradan alınacaq CO, üstünə gəlirəm H2 qarışığı ki biz buna deyirik su qazı. Sual 27. Bizə qəşəng bir sxem veribdir. Deyir ki, suyun üstünə kalsium hidrid gəlir və yaxud da kalsium gəlir. Bu reaksiyanın hər ikisindən nə alınacaq? Alınacaq kalsium OH2 dəfə, üstünə gəlirəm H2 qarışığı. Deməli, X-imiz bu reaksiyanın oksigen alınması ehtimalı və yaxud da ozon alınması ehtimalı yoxdur deyə bu variantları çıxıram. Sonra bu reaksiyadan kalsium oksidin alınması ehtimalı yoxdur deyə bu variantda çıxıram. Düzgün cavabımız olacaq C variantı.